Bugün ailə üzvlərindən ad günüdür. Uşaqlar gəlibdilər. Fərq yoxdur kimin ad günüdür. Məsələ ad günü deyil. Məsələ Səmərqənd plovudur. Öz reseptimlə Səmərqənd plovu hazırlayıram. Mən necə hazırlayıram? 500'e yaxın adam yeyib bu Səmərqənd plovundan. Hamının da xoşuna gəlib. Moskvada olan uşaqlar da belə. Yəni deyirlər ki, çox gözəl alınır. Birinci nə edirəm? Az su atmışam. Qazan yuyulandan sonra qəşəng. Qazan yuyulandan sonra tərtəmiz az su salmışam. Birinci quyruğun yağını çıxardacağam. Həm də quyruq qızarmış olacaq. Demək quyruğumuz qızardı. Demək bunu biz yığışdırırıq. Soğanımızı əlavə edirik. Maşallah maşallah. Qəşəng. Quyruğu götürdük. Soğan az qızaranda kökü vuracaq. Demək soğanımız az qızaran təhərdir. Az da belə, ya belə rəngin dəyişən təhərdir. Aha. Demək 4 kilo soğandı, 4 kilo kök, 5 kilo ət. Kökü əlavə eləyirik. Qəşəng. Yavaş yavaş, bir növbəni hər şeyi izah eləyəcəm. Söndür. Tunar, hara gedirsən? Hə? Qaz ver. Hara gedirsən? Ordubada. Sən salamət getcə. Maşıncan sağlayın. Kökümüzlə soğanımız da qızardı. Əti əlavə eləyirik. Az pörtülmüş əti. Əti az pörtürük. Aha. İndi qızarandan sonra düyünü əlavə eləyəcək. Düyünün də üstündən hazır olanda noxudu, pişmiş noxudu əlavə eləyəcəyik. Qəşəng. Maşallah maşallah görürsünüz. Ətlər indi qızarlanacaq. Quyruğunu da vuracaq, qızarlanmış quyruğu da içinə. Sonra düyüsünü əlavə eləyəcək. Suda ətin suyunu əlavə eləyəcəm ki, dadlı olsun. Adi su yox. Ətin suyunu, əti bir iki burun qaynadıb götürmüşəm də esirinə. Onu qəşəng. Görürsünüz, ətləri qəşəng. Və bunu yeməklə doymaq olmur, Onun reseptisi gəl, burada gəlmir. Açıq əhmiş durda kətdə həyətə, iyisindən həyətə girmək olmur. Külçülür. Quyruğumuzu da əlavə eləyirik. Aha, qızarlanmış hazır quyruğu ki, bu yeməyin o kökün, soğanın dadını götürsün quyruq özünə də. Qəşəng. Maşallah maşallah. Biraz da ət qızarlansın. Düyünü əlavə eləyirik. Gəl. 5 kilo ətə 15 stəkanda düyü, isladılmış düyü əlavə eləyirik. Qəşəng düyünü də əlavə eləyirik. Aha. Bunu belə yayırıq. Düyünü əlavə eləməmişdən qabaq qəşəng qarışdırırsınız. Aha. Özbəklər buna bint qoyurlar, tənzif açırlar ki, qarışmasın. Həm də mən qarışdırıram. İndi bunun ətin suyunu əlavə eləyəcəm. Ətimizin suyunu da əlavə elədik. Ətin suyunu, ayrı su yox. Əti 5 dəqiqə qaynatmışım. Qaynayandan 5 dəqiqə sonra söndürüb suyunu süzmüşüm. İndi ağzını bağlayırıq. Qapalayırıq peçin ağzını, qapağını qoyuruq. Qoyuruq dəmə. Özbək qardaşlarımız buna deyir tamitça. Dəmlənəcəkdir, həm də düyü bişəcəkdir.
Düyünü yoxlayırıq görək hazırdır. Düyü hazırdır. Noxudumuzu əlavə edirik. Qarışdırmamışdan qabaq. Noxudumuzu qəşəng əlavə edirik. İndi bu qarışdıracaq qəşəng, hə? Əsas düyüdür. Bomba kimi. Göz haqqınızı halal eləyin. Yaxınlarınızı yığın başınıza. Hərdən belə bir şeylərdən hazırlayın. Ad günü geçirdin, nə edirsiniz? Və belə. Gününüz xoş geçsin. Bu gün ayın 20'si 6. ay 2026 ildir. Çək. Teşekkür ederim. Gözəm. Andrigot de, andrigot. Şey. Ve bunun tuzu, istotu, her şey normadadır. Kapağı ver.